Aleyküm selam və rəhmətullah və bərəkət. Soruşursan ki, kursiyun mənası nədir? Kursi ümumən lüğətdə, yəni oturacağı deyirlər, stola deyirlər, amma həmçinin bizim başa düşdüyümüz tərzdə padşahların taxtlarının qabağında olur, ayaqlarını qoyduqları yerdir. Amma şəriətdə isə İbn Abbasdan gələn rivayətdədir ki, kursi Rəhmanın qədəmlərini qoyduğu yerdir. İndi necəlik keyfiyyəti bilmirik. Yəni biz kursi sözünü lüğətdə başa düşürük. Yəni, nə deməkdir? Amma Rəhmanın kursisi necə hədisdə gəlib, yerləri, göyləri əhatə edir. Yəni, kursi də yerlərlə, göylərlə bir yerdə arşa nisbətdə səhraya atılmış bir halqa kimidir. Yəni, yerlər, göylər kursiyə nisbətdə səhraya atılmış bir halqa kimidir. Həmçində kursi və yerlər, göylər də arşa nisbətdə səhraya atılmış bir halqa kimidir. Bəli, yəni böyük bir məxluqatlardır bunlar. Yəni bunlar da Rəhmanın əzəmətinə dəlalət edir. Yəni Allah bilir.